bir ifade verip, verilen tənliyin şərtində bizə nə deyir? Deyir ki, tənliyin son sayda kökü olarsa, demək, xətt tənliyə bölməsinin artıq qaydanı xatırlasak nə deyəcək? Tənliyin son sayda kökü olması normaldır. Bəli, sağda, solda sıfırdan ibarət olmalıdır. Yəni, A-x bərabərdir, B, K-x bərabərdir və s. Deyir, bu şərt ödənərsə, verilən ifadədə bunu hesablayın. Deməli, uşaqlar, tənliyin hər kökünün sıfır olduğunu düşünsək, nə etməliyik? X-lər keçməliyik bir tərəfə. Onda mx'in kvadrat, m kvadratı 2x plus n kvadratı 2x və minus 5x bərabərdir. Bunu da keçirəm sağa uşaqlar. 2m çıxaq 5. Düzdür? İkisi mötərizə xaricindən çıxarsam, olacaq m kvadratı üzərində gəlsin n kvadratı çıxılsın 5 bərabərdir. 2m çıxılsın 5. Bax uşaqlar, fərqli rənglə yazıram, bunu daha yaxşı mənimsəyəsiniz. Elə bu bir A ilə ifadə olunub, A vurulsun 2x. Buna da bir B desək, bərabərdir B. Xətti tənliklərdə birinci qaydamız tənliyin son sayda həll olması üçün A-nın da 0, B-nin də 0 olmalı vacib idi. Düzdür mü? Belə suallar mütləq imtihanda qarşısına çıxacaq. Onda bu şərtdən istifadə edərək verilənlərin hər birini ayrıq eləməliyik. Tamam. Onda m kvadratı üzərinə gəlsin, m kvadratı çıxaq 5 0 olsa, misal nə olar? 5. 2m n də bərabərdir, minus 5 0 olsa, bu da nəyə bərabər olmalı uşaqlar? 5-ə. Bizdən buranı istəyir axı. Bax, bu var, bu var. Tez qaydıram hara? Muxtəsər vurma düsturlarına. Ay, sağ ol. A kvadratı plus B kvadratının açılışı nə idi? A plus B-nin bağlı kvadratı çıxaq 2AB ya da A minus B-nin bağlı kvadratı plus 2AB. Gəlin düşünək. Ay müəllim, mən bunu burada plus yazıb deyə, plusla yazmayacaq. Niyə? Bunu gəlin çıxardan düşünək. M minus N'in bağlı kvadratı üzərinə gəlsin 2M'in bərabərdir 5. Niyə belə yazdım uşaqlar? Bax, burada plusla yazsaydım, bura çıxma yazmalıydım, düzdür mü? Çıxma da sağa keçsə bundan toplanacaqdı. Mən heç bir nəticə əldə edəməyəcəkdim. Bax, diqqətlə baxın. Bax, xatirə, burada 2M'in deyirsən, bunu sağ tərəfə keçirsən, M'in qiyməti neçədir? 5. Bax, bunun yerinə yazıram ki, M çıxar N'in bağlanmış kvadratı plus 5 bərabərdir 5-ə. Bax, hələ, düşünün ki, ortada plus yazmışıq, bura çıxma yazmışıq. Onda bu 5, mənfi 5 olaraq sağa keçsəydi nə olacaqdı? 10. Mənfi 5 sağa keçsə 10 olacaqdı da. Axı, M çıxar N'dən bir şey ala bilməyəcəkdim, ona görə belə yazdım. Onda uşaqlar, bu 5-lər islah olar gedər. Qalar M çıxar N'in bağlanmış kvadratı bərabər 0. Onda M çıxar N 0 olsa uşaqlar, M nəyə bərabər olmalıdır? N-ə. Düz oldu, M-ə bərabər oldu, elə deyil. Bax uşaqlar, onda gəlirəm, burada ifadənin yerində, harada M gördüm, yerinə N yazıram. 5N, M-in də yerinə N yazanda N, bağışdan M, plus N. 5N də 2N-ə böləndə neçə eləyər? 2,5 olaşsın sualınızın düz cavabı. Dediyim yəqin ki,